Salam, sizi Qarabağ Universitetinin tələbələri tərəfindən yaradılmış Açıq Söhbət podkastından salamlayıram. Bu podkastı yaratmaqda əsas məqsədimiz sizi Qarabağ Universitetinin yalnız rəsmi məlumatlarla deyil, həmçinin daha səmimi tərəfdən tanıtmaqdır. Və biz burada Qarabağ Universitetinin tələbələri, müəllimləri, idarə heyəti və bizim universitetimizə gələn qonaqlarla yaxından söhbət edərək onların təcrübələrini, universitet həyatlarını birlikdə kəşf edəcəyik. Mən Fəxriyə Bağırova, Qarabağ Universitetinin 3-cü kurs tələbəsi və podkastımızın ilk buraxılışının aparıcısıyam. Bugünkü qonağımız isə Aysun İsayevadır. O, Qarabağ Universitetinin İncəsənət Fakültəsində musiqi müəllimliyi oxuyan 3-cü kurs tələbəsidir. Aysun, salam. Podkastımızın ilk qonağı olmağı qəbul etdiyinə görə təşəkkür edirəm. Mən istəyərdim ki, biz podkastımıza klassik, sən özün haqqında danış, özünü tanıt sualı ilə deyil, daha maraqlı bir hekayə ilə başlayaq. Mən bildiyim qədərilə sən Qarabağ Universitetini seçməyində xüsusi sənin üçün xüsusi olan bir hekayə var. İstərdim ki, sən bizimlə onu bölüşəsən. Mən sənə təşəkkürümü bildirirəm ki, məni ilk qonaq olaraq dəvət eləmisən. Qarabağ Universitetini seçməkdə ilk səbəblərindən biri müəlliməm məni ilk dəfə Qarabağa gəzmək məqsədi ilə aparıb. Hətta qabiliyyət imtahanıma 3 gün qalmış idi ki, sadəcə gəzmək məqsədi ilə getmişdik. Orada gəzdikcə də Şuşada deyirdim ki, kaş burada universitet olardı, kaş burada oxuya bilərdim ki, müəlliməm də mənim ən böyük dəstəkçilərimdən biri idi ki, sən buranı seç və oxu. Qarabağ Universiteti haqqında ətraflı o qədər də məlumatımız yox idi əslində. Yavaş-yavaş sosial şəbəkələrdə paylaşıldıqca, videolar gördükcə bu cür məlumatımız olurdu. Çünki ilk tələbələr idi və bizdən əvvəl heç bir tələbə olmadığı üçün məlumat ala biləcəyimiz heç kim yox idi. Müəllimimlə məsləhətləşdik və mənim Qarabağ Universitetini seçməyimə dəstəkçi oldu. Və bundan sonra da əslində Qarabağ Universiteti haqqında məlumatlarım olduqca yavaş-yavaş ona qarşı sevgim yarandı. Daha əvvəldən də Qarabağ mühitinə marağım böyük idi və təbiət ortamı mənə daha çox cəlb edirdi, nəinki şəhərdə oxumaq. Və Qarabağ Universiteti buna mənim üçün vəsilə oldu. Səhv etmirəmsə, sən Şuşaya səfər etmişdin. Bəs bu neçənci ilə təsadüf edirdi? Çünki Qarabağ Universiteti 2024-cü ildə səhv etmirəmsə biz qəbul olmuşduq və mənə maraqlıdır ki, sən bu qərarı, yəni bu istək səndə nə vaxt yaranıb və üstündən nə qədər müddət keçəndən sonra sən bu universiteti seçmisən? Mənim Şuşaya səfərim ilk dəfə 2024-cü ilin iyul ayının 25-i olmuşdu. Qabiliyyət imtahanında iyul ayının 28-i idi. Ondan sonra da zamanla Qarabağ Universiteti haqqında ilkin biliklərim var idi, amma tam ətraflı bir məlumatım yox idi orayla bağlı. Sadəcə bir maraq idi. Sonradan Qarabağ gördükcə oranın təbiətinə bir sözlə aşiq oldum. Orada qalıb oxumaq mənim üçün bir arzu olaraq başlamışdı, amma arzumu gerçəkləşdirdim. Çox sağ olasın. Məncə bu əslində kiçik bir hekayə kimi görünsə də sənin üçün məncə çox bir önəmi var və düşünürəm ki, bizim ilk tələbə olmağımızla bağlı olaraq bizim hamımızın belə kiçik hekayələrimiz var və bizim üçün bunlar əslində çox böyük bir uğurdur. Çünki bir universitet haqqında heç bir fikrimizin olmaması və ora ilk tələbə olma riski ilə getmək məncə böyük addımdır. Məncə hamıya maraqlıdır ki, bu hekayəni yaşayan Aysun əslində kimdir? Ona görə bu klassik sualla davam edək ki, sən bizə özünü necə tanıdardın? Hansı ixtisasda oxuyursan? Saza, musiqiyə, əsasda sənin öz ixtisasına olan marağın hardan başlayıb, necə başlayıb? Saza marağım genetik faktorlar əsasında yaranıb. İlk əvvəllər ailəm qərb zonasından olduğu üçün saza bir rəğbət bəsləyirdilər. Bununla da məni saz kursuna yönləndirmişdilər. Ondan sonra da alətə marağım olduğunu, musiqiyə marağım olduğunu gördüm və beləcə kollecə qəbul oldum aşıq sənət üzrə. Kollec təhsilimi bitirəndən sonra da sənət və musiqi üzrə davam elətdirib musiqi müəllimliyi ixtisasına qəbul oldum. İxtisaslarım ikisində də mənə əsas alət olaraq saz olub.
Çox sağ ol Aysun. Mənə əsasən də sənin hekayəndə ən maraqlı gələn məqamlardan biri sənin əvvəl kollec tələbəsi olmağındır. Düşünürəm ki, bizi izləyənlər arasında kollec tələbələri də var. Bəlkə onlar Qarabağ Universitetini seçmək istəyirlər. Sən bir kollec tələbəsi olaraq kollecdən Qarabağ Universiteti seçməkdə proses necə baş verdi? İmtahan mərhələsi, sənin keçirdiyin hisslər, qərarını necə tam dəqiqləşdirməyin haqqında danışmağını istəyərdik. Mən universitetə qəbul üçün imtahanlara Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar vasitəsilə qəbul olmuşdum. Bakalavr kimi heç qeydiyyatdan keçməmişdim. Çünki ortalama balım kollecdə biraz aşağı idi. Həm də ki, bakalavr kimi universitetə qəbul olmaq biraz çətin proses kimi gəlirdi mənə. Ona görə imtahanı verib qəbul olmaq mənim üçün daha sadə və əlçatan üsulu idi. Demin keçirdiyi imtahanlardan keçəndən sonra qabiliyyət imtahanının mərhələmizdə 2 mərhələdən ibarət idi. Bir ixtisas imtahanı, ikincisi solfejo və nəzəriyyə imtahanları. Artıq universitet seçim mərhələsində Qarabağ Universitetini yazaraq Qarabağ Universitetini qəbul olmuşdum və Qarabağ Universitetinin bir şərti də var ki, bakalavr kimi qəbul aparılmır bizim universitetdə. Əslində bu bakalavr kimi qəbul olmaq istəyənlər üçün biraz pis xəbərdir məncə, amma Dövlət İmtahan Mərkəzinin imtahanları ilə qəbul olmaq da məncə çox çətin bir proses deyil. Əvvəl də dediyim kimi, ola bilər ki, hansısa subbakalavr tələbələri bizim universitetə qəbul olmaq istəyəcəklər. Bəs sən bu danışdığın təcrübələr əsasında əlavə olaraq qeyd etmək istədiyin bir şey var ki, onlara bəlkə bu yolda daha çox kömək olar? Məncə bakalavr kimi hazırlaşmağı məsləhət görmürəm açıq. Dil imtahanına hazırlaşıb daha işinizi qarantiyaya ala bilərsiniz. Aysun, bəs Qarabağ Universitetində musiqi müəllimliyi ixtisasında oxumaq necə hissdir və İncəsənət Fakültəsinin tələbəsi olmaq sənə nə cür təcrübələr qazandırır? Məncə musiqi müəllimliyi üzrə qəbul olunma mən fikirləşirdim ki, iqtisad dərsi keçilməyəcək və ya da ixtisasa bu qədər önəm verilməyəcək. Amma əksinə, musiqi müəllimliyi ixtisasına qəbul olandan bəri daim ixtisas üzrə çıxışlarımız olur, tədbirlərdə çıxış edirik və ixtisas dərslərinə çox önəm verilir ki, yəni ixtisas müəllimləri bizə ayrı seçilik eləmir ki, siz musiqi müəllimliyisiniz, sizə bu qədər diqqət göstərilməməli falan, elə bir şey yoxdur. Hər müəllim fərqli yanaşır tələbələrinə də. Yəni musiqi müəllimliyi və instrumental ifaçılıq olaraq ayırmadan ixtisas dərslərini eyni səviyyədə və peşəkar şəkildə keçir. Mən bilirəm ki, sən Qarabağ Universitetinə gələndən artıq səhnə təcrübəsi qazanmısan. Mənə maraqlıdır ki, sən səhnədə çıxış eləyəndə, saz ifa eləyəndə Qarabağ Universitetini təmsil edərək nə hisslər keçirdirsən? Həmçinin bundan öncə sənin səhnə təcrübən olub, olmayıb, o haqqda maraqlanıram və ən yadda qalan səhnə təcrübən hansı olub, ondan da danışmağı istəyirəm. Kollec müddəti boyunca da əslində səhnələrdə çıxış eləmişəm. Beynəlxalq Muğam Mərkəzi və kollecin öz daxilində keçirilən tədbirlərdə. Sadəcə orada tələbə sayı çox idi və biz qrup şəklində çıxış edirdik 20-25 nəfərlə bir yerdə. Onda daha çox səhnədə sıxlıq yaranırdı və mən orada özümü tam inkişaf eləmiş kimi görmürdüm. Qarabağ Universitetində səhnəyə çıxarkən qismən fərdi çıxışlarımız olur deyə daha rahat və özümüzün istedadımızı göstərmək üçün bir şərait yaranmış olur. Qarabağ Universitetinin səhnəsində olmaq bizim üçün bir qürur səbəbidir, qürur mənbəyidir. Həm də Qarabağ Universiteti adından xarab kimi beynəlxalq bir festivalda çıxış eləmək, yəni bir musiqiçi üçün bundan böyük bir səhnə ola bilməz məncə. Qarabağ Universitetində ilk səhnə aldığımız gün Qarabağ Universitetinin yaranmasının bir ili tamam olduğu gün idi və bu bizim üçün çox belə fəxr etdiyimiz bir günlərdən biri idi. Daha sonralar mənim üçün həyəcanlı səhnələrdən biri Xarpuzlu festivalı olub ki, artıq ikinci il idi ki, biz bu il Qarabağ Universitetinin adıyla Xarpuzlu festivalında iştirak edirdik və bu cür çıxışlar bizim üçün həqiqətən çox əvəz olunmazdı və Qarabağ Universitetində səhnəyə çıxmaq mənim üçün səhnə stressini azaldıb deyə bilərəm. Çünki daha rahat hiss edirəm özümü, daha
peşəkarlığa doğru gedirəm deyə düşünürəm. Mən də sən bunları danışanda bizim mənim bundan əvvəl musiqi təcrübəm yox idi. Lakin mən də bu universitet xor təcrübəsi qazandırdı və səninlə Xarı Bülbüldə nəinki Xarı Bülbüldə, universitet daxilində bir yerdə xorda səhnədə çıxış eləmişik. Bunları xatırlayıb da duyğulanıram. Həmçinin qürur hissi keçirdirəm. Bu qüruru sözlərlə ifadə etmək mümkün deyil. Məncə abituriyentlər üçün, tələbələr üçün ən vacib məqamlardan biri də onların universitetdən sonraki karyeralarıdır. Səncə Qarabağ Universitetində karyeraya nə qədər önəm verilir və hansı imkanlar var ki, həm musiqi tələbələri üçün, həm də digər ümumi tələbələr üçün karyerada nə cür imkanlar tanınır? Məncə musiqi təhsili alan biri üçün karyerasını dəstək olacaq ən böyük vasitələrdən biri tanınmaqdır. Hansı ki, biz çıxış edərkən bizi izləyən insanlar, auditoriya bizim üçün önəmli bir vasitədir. Məsələn, Qarabağ Universitetində çıxışlar zamanı bizi Təhsil Nazirliyi, diplomatik korpusun nümayəndələri, artıq 2 ildir ki, Qarabağ Universiteti diplomatik korpusun nümayəndələrini qarşılayır və bu səhnədə onları qarşılamaq, onların qabağına çıxış etmək bizim karyeramız üçün böyük addımdır. Əslində səncə indi sən Qarabağ Universitetinin tələbəsi olmasaydın, əvvəlki Aysundan sənin indiki Aysun arasındakı fərqlər nə olardı? Düşünürəm ki, daha səhnədə həyəcanlı biri olardım və daha asosial biri olardım. Qarabağ Universitetinin imkanları amma buna əl verir ki, mən həm səhnə stresimi azaltmışam, həm də yaşlarımla bir yerdə sosial mühitdə yaşamaq mənim üçün daha inkişaf yönümlü oldu deyə bilərik. Biz Qarabağ Universitetinin ilk tələbələriyik və səncə illər sonra bu universitet daha da böyüyəndə, tələbələri artandan sonra biz bu universitetin ilk tələbəsi olmuşuq demək sənə necə hiss verəcək, necə hiss elətdirəcək? Təbii ki, qürur hissi yaşayacağım, çünki demək olar ki, Qarabağın qurucularından biri sayılırıq. Oranın ilk mühitini biz yaşamışıq, hər şeyin çətinliyini görmüşük. Zamanla təbii ki, inkişafını da biz görürük və bu qürur verici hissdir ki, gələcəkdə Qarabağa baxanda fəxrlə baxacaq ki, çətin dönəmlərdə yaşamışıq və inkişaf elədiyi dövrləri də görmüşük. Məncə həmçinin mən də bir tələbə olaraq hazırda bu şeyə qoşulmaq istəyirəm ki, gələcəkdə biz geri baxanda düşünəcəyik ki, biz belə çətin zamanlardan necə keçmişik, daha da bir özgüvən qazanacaq. Həmçinin hüzün içində olacaq ki, biz bu universiteti bitirdik. Çünki mən düşünməzdim ki, universiteti mən bitirməkdən pis olaram. Halbuki hələ ki 2 ilini oxumuşuq, 2 ilimiz var. Mən bunu düşünəndə belə pis oluram ki, 2 ildən sonra bu universitetdə olmayacaq. Ona görə davam edəcək, magistraturanda oxuyacaq, doktoranturasında oxuyacaq. Tək ki, bu universitetlə əlaqəmizi itirməmək üçün əlimizdən gələn eləyəcək məncə. İndi təsəvvür elə ki, mən bir abituriyentim və yaxud da kollec tələbəsiyəm və mənim saza ya da musiqi müəllimliyinə marağım var. Mən Qarabağ Universitetini seçmək istəyirəm, amma bunda tərəddüd edirəm. Sən Qarabağ Universitetinin tələbəsi kimi ya da Aysun kimi mənə necə tövsiyələr verərdin və yaxud da mənə nə demək istəyərdin ki, mən Qarabağ Universiteti seçimimi dəqiqləşdirə bilim? Belə deyim ki, Qarabağ Universitetini seçməkdə tərəddüd edən bəzi abituriyentlər üçün bakalavrlar əsas səbəbi universitetin müəllim heyətinin gənc olmasıdır. Məsələn, saz müəllimləri əksər vaxtlarda yaşlı müəllimləri seçirlər ki, daha çox biliyi var, daha çox səhnə təcrübəsi var deyə. Bəli. Daha çox səhnə təcrübəsi var. Bu ixtisasda peşəkardır, amma hər şey yaşla əlaqəli deyil. Bilik və bacarıqlar məncə insanın özündən asılıdır. Ki, Qarabağ Universitetinin müəllimlərinin çoxsu da ixtisasında çox peşəkar müəllimlərdir. Əsasən saz üzrə qəbul olmaq istəyən tələbələrə, abituriyentlərə məsləhətim odur ki, musiqi üzrə təhsil almaq istəyən abituriyentlərə İncəsənət Fakültəsinin, Qarabağ Universitetinin İncəsənət Fakültəsinin ona görə məsləhət görə bilərəm ki,
tək saz üzrə deyil, digər alətlər və xanəndəlik ixtisasları, vokal sənəti ixtisasları üzrə təhsil almaq istəyənlər peşəkar müəllimlərdən, xalq artistlərindən, əməkdar artistlərindən təhsil alacaqlar. Bu da mənə görə, yəni mən o abituriyentlərin yerində olsaydım fəxr edərdim ki, müəllimim əməkdar artist və xalq artistidir. Bundan əlavə də səhnə təcrübəmi daha çox artır ki, bizi dinləyəcək auditoriya çox tanınmış insanlar olur və onların qarşısına çıxış eləmək çox gözəl bir hissdir. Aysun, çox maraqlı söhbət oldu. İndi isə istəyirəm ki, sonuncu sualımla bu podkastı yekunlaşdırım. Qarabağ Universitetində oxuduğun, keçirdiyin bu 2 ili sən hansı musiqi əsəri ilə təsvir edə bilərdin? Mənim üçün çox xoş oldu bugünkü görüşümüz və podkastımız. Mənim üçün Qarabağda oxuduğum müddətçi təsvir edici musiqi bəstəkarı Cavanşir Quliyev olan, sözləri Dilsuz Mustafayevin olan Bura Vətəndir mahnısıdır. Vətəni təsvir edən musiqiləri dinləyərkən ağlıma birinci Qarabağ gəlir, Qarabağ zonası gəlir. Buna görə də bu musiqi mənə daha çox tələbəlik həyatımı xatırladır. Aysun, bugün bizimlə bu maraqlı söhbəti bölüşdüyünə görə sənə təşəkkür edirəm. Mən də sənə təşəkkür edirəm ki, ilk podkastda mənə dəvət eləmisən. Çox sağ ol. Sizi isə növbəti Qarabağ Universitetinin Açıq Söhbət podkastında görmək ümidi ilə. Hələlik.